Ağa Xamani, rəhbər, niyə bu mərduma zulm eləyirsən? Niyə xalqın haqqının üstə öldürürsən? Öldürmə, körək ver, xərc ver. Bahalığın qabağın tut, zalim olma. Sən ki zalim oldun. Niyə mərdumun nənələrin ağlar qoysan? Bəsisləri bu, aralıq bəsislərin boşlayırsan, mərdumu qırdırırsan. Nə hesabına? Salırsan zindana, əhliyalı qalır az. Və nədir rəhbərsən, nədir rəhm elədim? Nədir mərduma zulm eləyirsən? Onların nənəsi ağlamır. İsrail'dən bəd oldu. İsrail bir dənə atırdı, gene biri iki ölürdü. Sen öyle bir yeşlere kırdırırsan. Namert. Bebiled adam namert olar. Neçə boyun kırdırırsan merdumun əhliyalı. Ya insaf elə de bir utan da. Əhliyalın qəşək kefin çəkir. Merdumun kız gelini avara darada işləyir. İki əhliyalına törə çıxadı. Eşitdiniz? Bu videonu qəsdən qoydum ki, bəlkə biraz bu türk zamanlar qeyrətə gəlir. Bu nənədən örgəşin, bu nənə Babəkxanın nəvəsidir, uşaqlarıdır. Sizlər fəqət bunu bilirsiniz, gedəsiniz mollaların oyunlarına düşəsiniz. Vərzişgahlarda fəqət bunu bilirsiniz, deyəsiniz, traktor, yel yatar, tufan yatar, yatmaz traktor bayrağı. Millət acını ölür, siz məmləkətin müşkülün futboldan bir eləyibsiniz. Bu 47 ildə sənin başına bu mollalar da hər oyunu gətirir. Sənə hər zülm eləyən bu mollalardır, səni hər şeydən məhrum eləyən bu mollalardır. Mən bilmirəm, Urmu gölün pəhləvi qurudubdur. Sən əlan acından ölürsən, günah pəhləvidədir, dolar 160 nütməndir, pəhləvi eləyibdir, qazın yox, suyun yox, pılın yox, bərqin yox, ayəndiyə ümidin yox. Bunların hamısı pəhləviyə görədir, ya səni bu mollalar səni başına bu oyunlar gətirib. Bu 47 ildə televizyonlarda sənə tohin eləyən bu mollaların adamlarıdır, ya pəhləvidir. O vərdişgaha, stadyuma gedib pəhləviyə yaman deyilsən, ha? O stadyumu, o vərdişgaha, o traktorun, maşın sazını, cadde sazını, rahəni, sənin nə varında Azərbaycanı, onları sənə pəhləvi düzəldibdir. Cirim pəhləvidən sən nə deyirsən, bir dərsə da, cirim hamısı yalandır, bilirik. Cirim düzdür. Əlan qüdrət pəhləvinin əlindədir, qüdrət mollaların əlindədir. Sənin niyə səsin çıxmır bə? Əgər səsin çıxmır, sən bu mollalarını xayamalısan. Bu nənədən örgəşin, ba? Bu nənədən örgəşin. Gedin böyük dədəzdən, böyük nənələrinizdən soruşun. Görün pəhləvi zamanında millət acından ölürdü, ya əlan millət acından ölür. Görün pəhləvi zamanında milləti öldürürdülər, ya əlan adamlar öldürürlər. Bu pantuşların əlan bilsən, niyə səsi çıxmır, pəhləvini istəmir. Dəlini sənə deyim. Çünki bilirlər, pəhləvi gəlsə İrana, İran cənnət olacaq. Tayyipların bəhanəsi olmayacaq ki, İranı təcziyə eləyərlər. Dərdləri budur. Tay mən sözümü dedim, üzü qaralıq, sizə qalacaq azadlıq günü. Yaşasın İran, yaşasın Azərbaycan, yaşasın İranın bütün əlbomları, yaşasın pəhləvi.